وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve mursalin seyyidina Muhammed ve ala alihi ve ashabihi ecmaîn ama ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah. Biz La ilahe illallah'ın şərtlərini oxumaqda davam edirik və dedik ki, La ilahe illallah ən əzəmətli kəlmədir və lakin o kəlmə sadəcə demək, kim elə fikirləşir ki, deməklə kifayət edir, düzgün deyil. O kəlməni deyən, o kəlməyə aid şərtlər var. Hansı ki, alimlər qeyd edib. Təbii ki, bu şərtlər ayrıca gəlməyib. 7, 8, 10 gəlməyib. Sadəcə alimlər ümumi dəlillərdən götürüblər. Məsələn, hədislərdən götürüblər, ayələrdən götürüblər, hədislərdən götürüblər və cəm eləyiblər bu 7-ni. Və dedik ki, birinci elmdir, sonra yəqinlidir, sonra dedik ixlasdır, sonra Şeyx Ubeyd rahiməhullah buyurur ki, 4-cü şərt barədə, sonra gətirir müəllifin sözün, buyurur ki, əşşərtur rabi əs-sıdqa. Yəni, bu kəlməni deyən elmli deməlidir, yəni bilməlidir mənasını, yəqin olmalıdır, yəni şəkk eləməməlidir. Bu kəlmə demək, bu kəlmə nələri deyir, o şeylərdə şəkk eləməmək, həmçinin ixlasla demək lazımdır. Yəni, xalis Allah üçün, qeyrisi üçün yox, yəni çünki təvhid təmizlik istəyir. Təvhidi indi çiklədiblər, belə biraz şirk zad qoyublar yanına, şirk qoyanda çiklənir elə bil. Təvhid isə təmizdir, təmizlik istəyir. Və sonra buyurur ki, as-sıdq. Həmçinin la ilahe illallah şərtlərindən bu kəlməni deyən sadiq olmalıdır bu kəlməyə. Yəni mənası, yəni sidqin əks mənası, yəni bu kəlməni yalandan deməməlidir. Bu kəlməni yalanlı deyənlər kimlərdir? Əsasən münafiqlər. Münafiqlər, onlar zahirən iman göstərərlər, amma batinən iman gətirməzlər. Və söhbət gedir xalis münafiqlərdən. Və burada müəllif gətirir ki, as-sidqu munafil kəzib el-ma'ni minən nifaq. Və dəlilü sidq. Və sonra müəllif sadiqlik barədə ayələr gətirir və həmçinin münafiqlərdən də gətirəcək. Allah Teala buyurur ki, Əlif Ləm Mim Əhəsibən nəs ən yutraku ən yəqulu əmənnə və hum la yuftanun və ləqəd fətənnəl-ləzīnə min qablihim fələ ya'ləmənnəlləhu-ləzīnə sadaqu və lə ya'ləmənnəl-kədibin. Və sonra buyurur ki, başqa ayədə qalə Teala وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ. Və sonra müəllif 2 ayədən sonra hədis gətirir. Buxari Müslim rivayət edir Muaz ibn Cəbəldən. Deyir ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Mə min əhəd yəşhədu ən la ilahə illallah və ənə Muhammedən abduhu və rasuluhu sidqan min qalbihi illə harramallahu alən-nar. Deməli, 4-cü şərt bu kəlməni qəlbən sadiq demək. Yəni, yalandan deməmək. Yalan olsa, şəkk olsa və s. bu sayılmır bu kəlmə. Sayılsaydı münafiqlərə fayda verərdi. Ona görə müəllif burada 2 ayə gətirir və Şeyx Ubeyd də rahiməhullah burada Bağavəlin təfsirindən gətirir. Əlif Ləmmim Əhəsibən nəs. Yəni, Allah Teala buyurur ki, elə fikirləşməsinlər ki, insanlar hələ belə yaradılır. Ən yutraku. Yəni, hələ belə yaradılır. İmtihansız. Yox, deməli, Allah Teala yaradıb, imtihana çəkilir insanlar. Bu dünya imtihandır.
Əmənnə və hum la yuftanun. Və möminlər də elə fikirləşməsinlər ki, desələr ki, biz iman gətirdik, daha fitnə olmayacaq bizə, heç nə olmayacaq. Yəni, iman o demək deyil ki, sən imtihana çəkilməyəsən. Hamı imtihana çəkilir. Və imtihan, yəni bəla deyil. Yaxşılıq da imtihandır. Yaxşılıq da imtihandır. Ona görə imtihan cürbəcürdür. Həm çətin, həm yaxşı. Bəzi insanlar elə başa düşür ki, bəla ancaq imtihandır. Yox. Əgər heç də olmursa, sən imtihandasan. Yenə özünü necə aparacaqsan. Kasıbçılıq imtihandır, varlıçılıq imtihandır və s. Sağlam olmaq imtihandır, xəstə olmaq imtihandır. Və müəllif burada buyurur, Allah Subhanahu taala hər kəsi imtihana çəkir. Malına, nəfsinə, yəni münafiqlərlə möminləri ayırmaq üçün. Bilsinlər, kimdir münafiq, kimdir mömin, hər kəsində mükafatını vermək üçün. Sadiqlə yalancını ayırmaq üçün. Ona görə Allah Subhanahu taala əmrlər verib, nəhlər verib. Bunlar hamısı imtihandır. Allah Taala əmrləri də imtihandır. Və Allah Taala buyurur: "Və laqad fatannallezina min qablihim." Sizdən öncəkiləri də imtihana çəkdik. Yəni İmam Bağavi buyurur, yəni peyğəmbərləri, möminləri, elələri var, əzab verdilər, öldürdülər. "Fələyələmənnəllâhullezîne sadaqu." Yəni Allah Subhanahu taala onunla göstərəcək. Kimlərdir? Sözlərində sadiq, imanlarında sadiq, və ləyələmənnəl kədibin. Və göstərəcək ki, kimlər imanlarında yalancıdırlar. Və bu imtihandır. Və həmçinin sonra başqa ayədə gətirir. "Və minən-nəsi men yəqulu əmənnə billahi və bil-yevmil axir." Elə insanlar var ki, deyirlər Allaha inandıq, mələklər, qiyamət gününə inandıq. Və minən-nəsi men yəqulu əmənnə billahi və bil-yevmil axir və mə hum bimu'minin. Allah Taala deyir, onlar ki, onlar iman gətirməyiblər. Əslində iman gətirən nə üçün? Yalandan deyirlər, sidqən demirlər, qəlblə. Yalandan deyirlər. Deməli, dil kifayət deyil, görürsünüz. Ona görə iman, Əhl-i-Sünnə vəl-Cəmaə buyurur, dillə demək, qəlblə təsdiqləmək, əməllə göstərməkdir. İman babudur. Əməl imandandır. Və burada müəllif Allah Taala'nın başqa ayəsini gətirir. Buyurur: "Və minən-nəsi men yəqulu əmənnə billahi və bil-yevmil axir və mə hum bimu'minin yuxadi'unallaha vəllezîne âmenû və mə yaxda'ûne illə ənfusahum." Onlar gör ki, aldadırlar Allahı və ya möminləri, lakin ancaq özlərini aldadırlar. Özlərini aldadırlar. Və mə yeşurun, onlar elə hiss eləmirlər ancaq. "Fi qulubihim maradun fəzədəhumullahu marada." Yəni bu dünyada olan qəlbi xəstədir və Allah Taala o xəstəliyi artırar bu dünyada. "Və lehum azabun alimun bima kanu yekdibun." Onlar yalançı olduqlarına görə onlara ağrılı əzab var. O da nədir? Axirətə. Axirətdə. Və sonra müəllif burada rahimehullah hədis gətirir. O da Buxari Müslimdən Muaz ibn Cəbəl deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu ki, kim ki sizdən biriniz desə ki, la ilahe illallah, şahidlik eləsə ki, la ilahe illallah, Muhammed, doğrudan Muhammed, abduhu və rasuluhu, sidqan min qalbi, qəlbi ilə sidqən onu desə, illə harramallahu alən-nar. Allah Taala ona cəhənnəmi haram edər. Cəhənnəmi haram edər. Belə hədislər bundan qabaq da keçib. Kim ixlasla desə, kim yəqinlə desə, bu alimlər bu hədislərdən götürürlər bu şərtləri. Bu hədisdə də gəlir, Buxari Müslimdir. Kim sidqən desə, qəlbi ilə sidqən, sadiq olsa bu kəlməyə, qəlbi ilə sadiq olsa, əlhamdülillah, yəni bu onu göstərir ki, qəlbə əməl mühümdir. Dil yox, qəlbə əməl mühümdir. Və başqa buna oxşar rivayətlər çoxdur. Ənəs radiyallahu anhu, Ənəs ibn Məlik, Damam ibn Thəlibə rivayətində o vaxt gəlir, deyir ki, ya Rasulallah, mənə İslamdan bildir. Deyir ki, bəs gündə 5 vaxt namaz. Deyir, yaxşı, bunu eləsəm, bəsdir, yox, sorun oruc. Deyir, bunu eləsəm bəsdir, sonra Peyğəmbər sallallahu aleyhi ve sellem hər dəfə də deyir, illə mən tatavva. Yəni, bir də əlavə nəsə eləsən nafilələrdən. Sonra axırda deyir, nə? Deyir ki, bunu eləyəcəm, bunları eləyəcəm, başqa heç eləməyəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, deyir ki, əgər sadiq olsa sözündə nəcət tapacaq, xilas olacaq. O başqa rivayətdə gəlir ki, əgər sadiq olsa sözündə daxil olacaq cənnətə.
Yəni sadiqlik mühümdür. Hətta sadiqlik insanlar arasında da mühümdür. Yalançılığı qəbul etmir insan. Sadiqliyi xoşlayır. Allah Subhanahu taala necə fikir versəz, necə özünlə münasibət bizdən istəyir, həmçinin bizim öz aramızda da o cür münasibət istəyir. Bizim öz aramızdadır ki, sadiq olaq bir-birimizlə, ixlaslı olaq, elmli olaq, sevək bir-birimizi. Məhəbbət, çünki gələcəkdir, la ilahənin şərtlərindən də biri məhəbbədir. Allahdan qorxaq, Allahdan yəqinli olaq, imanımızda kamil olaq, ona doğru gedək. Necə Allah Taala necə özünlə münasibəti təmiz istəyir, bizi də istəyir ki, biz də öz aramızda yəni təmiz olaq qardaşlar. Və Allah Taala belə buyurur da, ayədə necə keçdi? Axirətdə وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْتُمُونَ. Onlara da axirətdə əzab var, ağrılı əzab var. Ne üçün? Çünki cəza əməlin mükafatıdır, cəza əməlin nəticəsidir. Onlar bu dünyada düzgün iman gətirmədilər. Yalandan la ilahe illallah dedilər. Ona görə münafiqlər fayda verməyəcək. Fayda verməyəcək. Münafiqlər kafirdir. Lakin zahirən müsəlmanlar sayılsa da, amma onlar mömin sayılmır, müsəlman sayılmır. Zahirən sadəcə müamilə müsəlman kimi olunur. Amma onlar əslində kafirdirlər. Və qiyamətdə Allah Subhanahu taala necə buyurur? Cəhənnəmin dibində yanacaqlar. Və həmçinin qardaşlar, qəlbə əmələ necə görsənilir? Qəlbə əməl mühümdir. Qəlbə əməllərə necə nail olaq? Elmlə. Birinci bilməliyik. Qəlbə əməllər nədir? Yəqin nədir? İxlas nədir? Şəkdən necə qurtarmaq olar? Şübhələrdən necə qurtarmaq olar? Sidq nədir? Sidqə aparan yollar. Yalançılığı aparan yollardan. Bunları öyrənməklə elhamdülillah arxain ola bilərsən, rahat biraz. Hər şey qayıdır qardaşlar elmə. Elm mühümdür. Yəni təbii ki, bu cahillər belə bu cür əsaslardan məhrumdurlar, bilmirlər. Bəzilərini soruşsun, la ilahe illallah deyə bilməyəcək ərəbcə. Öyrətmək lazımdır. Öyrətmək. O da bizim boynumuzdadır. Bizim boynumuzdadır. Təbii ki, bu la ilahe biz demirik, kim bu şərtləri bilməsə daxil olacaq cəhənnəmə. Yox. Ola bilər hətta namaz qılanlar. İndi məsələn biz bunu oxuyuruq, la ilahenin şərtlərini. Ola bilər bir aydan sonra sənin desən, la ilahenin şərtlərini deyə, ola bilər 5-in deyəsən, 4-ün deyəsən, yadından çıxıb. Lakin o demək deyirsən, qurtardıysan, işin bitdi, cəhənnəmliysən, yox. O bilməmək o demək deyil, cəhənnəmliysən. O var, qəlbində var o. Deyəcəksən, bəs, var. Bəs, var qəlbində, var. Aydındır. Lakin kim öyrənir gözəl. Kim öyrənir gözəl. Sonra müəllif burada, Şeyx Ubeyd də burada faydalar gətirir ayələrdən, hədislərdən. Sonra 5-ci şərti keçir. O da əl-məhəbbə. Əl-məhəbbə, inşallah məhəbbə qalsın. Gələn dərsimizə orada məhəbbədən oxuyarıq. La ilahə deyən həmçinin şərtlərindən də biri gərək məhəbbə, yəni sevə. Bu kəlməni sevə, bu kəlməni deyənləri sevə. O inşallah gələn dərsdə danışaq o barədə. Allah Subhanahu taala bizə işin faydalarından etsin.